Hər vaxtınız xeyir. Mən kursumuzun informatika müəllimi Ülfiyə Qəhrəmanova. Bugün sizlə ümumi sınaq imtahanı 6-da istifadə olunmuş informatika suallarının izahına baxacağıq. Gəlin başlayaq. 21-ci sualda bizdən soruşur ki, istifadəçi fayıllar hansı yaddaş qurğularında saxlanılmır? Biz bilirik ki, yaddaş qurğuları funksional baxımdan iki yerə bölünür. Daxili yaddaş və xarici yaddaş. Daxili yaddaş emal olunan proqram və verilənlərin saxlanılması üçün nəzərdə tutulub. Bunun əksinə xarici yaddaş bizim faylları uzun müddətli yadda saxlamaq üçün nəzərdə tutulan qurğulardır. Əgər soruşursa ki, hansı yaddaş qurğularında saxlanılır, onda xarici yaddaşı götürərik. Amma saxlanılmır deyirsə, buradan daxili yaddaş qurğularını seçməliyik. RAM və yaxud əməli yaddaş daxili yaddaşdır. Floppy disk, digər adı ilə FTD, çevik disk, elastik maqnit diski xarici yaddaşın bir növüdür. Registr yaddaş daxili yaddaşdır, informasiyanın bitlərlə emal olunduğu yaddaşdır və prosesorun daxilində yerləşir. HDD xarici yaddaş, sərt disk və yaxud Winchester də deyirik ona digər adları ilə. Flash yaddaş digər adı ilə EPROM daxili yaddaşın bir növüdür. Doğru cavabımız olur 1, 3, 5. 22-ci suala baxaq. Alqoritmə aid bir sualdır. Soruşur ki, alqoritmin icrası nəticəsində, yəni sonda S-in çap olunan qiyməti 20-dir. N-in daxil edilə biləcək ən kiçik natural qiymətini tapın. N-in deyir başlanğıc qiyməti nə olub ki, S-in axırda çap olunan qiyməti olub 24. N-in qiymətini bilmirəm, ən başda nədir? Buna deyirəm 1x. S-in qiyməti 3-dən başlayır. Ən sonunda çap olunan qiyməti olmalıdır 24. Biz N-in qiymətini təyin eləməliyik. N-in qiyməti şərtdə deyir ki, 100-dən kiçikdir. Əgər şərtimiz doğrudursa, həq yolu ilə gəlib bu hesablamalar yerinə yetiririk, yanlışdırsa, gəlib S-in qiymətini çap edirik. Onda mənə nə lazımdır? S-in qiyməti elə artsın ki, gəlib olsun 24. S necə dəyişir? Hər dəfə 2-yə vurur. S-in qiyməti 3-dür, bir dəfə 2-yə vururam, olur 6. Bir də 2-yə vururam, olur 12. Bir də 2-yə vursam, olur 24. Deməli, 24-ə qədər bu proses davam eləməlidir. 24 olanda artıq yox qolu ilə gəlib, biz 24 qiymətini çapa veririk. İndi başlayaq. S-in qiyməti 3-dür. Şərtə hə deyirəm, gəlib S-in qiymətini vururam 2-yə. 3 vurulsun 2, olur 6. N-in qiymətini hesablayanda başlanğıcda x demişik, qiymətinə bilmirik. N üstəgəl 7 yazıb, yazıram x plus 7. İndi dövr eləyib yuxarı qayıtsaq. Şərtə yenə hə deməliyəm ki, S-in qiyməti artsın. S-in qiyməti olur bu dəfə 6 vur 2, yəni 12. N-in qiyməti bu dəfə olur n plus 7-yə görə N-in sonuncu qiyməti x plus 7 üstəgəl 7. Yəni x plus 14. S-in qiymətini bir də hesablasam, olur 12 vurulsun 2, yəni 24. N-in qiyməti sonuncu qiymətinə əsasən x plus 14 plus 7. Alıram x plus 21. İndi əgər mən bu şərtə bir də hə desəm, onda gərək S-in 24 qiymətini vurum ki, olsun 48. Amma mənə nə lazımdır? 24 qiymətinin özü çap olunsun. Ona görə şərtə yox deyirik və gəlib S-in 24 qiymətini çap edirik. S-in qiymətini aldıq. İndi mənə nə lazımdır ki, burada N-in ən kiçik qiyməti nə ola bilər? Biz bu şərti yoxlayanda buna yox deyirik də çapa gəlmək üçün. Doğrudur. İndi bu müqayisə əməliyyatının 3 növü var. N-in qiyməti 100-dən ya kiçikdir, ya bərabərdir, ya da böyükdür. Əgər N-in qiyməti 100-dən kiçik deyilsə, mən buna yox deyirəm. 100-dən kiçik deyil, onda nə olmalıdır? Ya böyükdür, ya da bərabərdir. Deməli, N böyük bərabərdir 100 olmalıdır. N-in qiymətini almışam, x plus 21. X plus 21 100-dən böyük bərabərdir. Onda x-in qiyməti 79-dan böyük bərabər olmalıdır. Yəni, x-in aldığı qiymətlər 79-dan başlayır, 80, 81 bu formada sonsuzluğa qədər davam edir. N-in ala biləcəyi ən kiçik qiymət oldu 79. Doğru cavab B. Növbəti suala baxsaq, Word-dən save as pəncərəsindən olan bir sual. Ümumiyyətlə, əvvəl save as pəncərəsini yadımıza salaq. F12 düyməsi ilə save as pəncərəsini aktivləşdirirdik. Save əmrinin klaviatura düyməsi Ctrl-S idi, save as pəncərəsi üçün F12 idi. Save-dən fərqli olaraq save as-dən nə edə bilirdik? Faylın yerləşdiyi qovluğu buradan dəyişə bilirəm. File name bölməsindən adını dəyişirəm. Save as type bölməsindən tipini dəyişirik. Ən çox buradan PDF-i çevirmək üçün istifadə edirik. Deməli, müəllifi dəyişə bilirik. Əlavə olaraq tools bölməsindən General Options-a daxil olub biz sənədə nə qoyurduq? Parol qoyurduq. Sənədin açılışına və dəyişdirilməsinə parol qoya bilirik bu hissədə. Bu save as pəncərəsindən yerinə yetirə biləcəyimiz əmrlərdir.
İndi baxıram ki, sualda nə istəyir? Deyir ki, Leyla birinci sənədin adını dəyişir. Adını dəyişmək üçün file name bölməsinə müraciət edib. İcra elədiyi əməliyyat 3-dür. Parolla mühafizə edib ondan sonra. Parolla mühafizə eləmək göstərdi ki, tools bölməsindədir. Yerinə yetirdiyi növbəti əməliyyat 5-dir. PDF kimi iş masasında yadda saxlayıb. PDF-i çevirmək üçün gərək Save as Type bölməsinə müraciət eləsin. Yerinə yetirdiyi əməliyyat 4-dür. Bundan sonra qovluğu dəyişib iş masasında yadda saxlayıb. Buradan desktop seçib. Yerinə yetirdiyi əməliyyat olur 2. Deməli, əməliyyatların ardıcılığı 3, 5, 4 və 2. Doğru cavab olur C. Davam edəsək. 24-cü sualda bizə deyir ki, faylın xassəsini təyin edən əlavə parametrlərə aid deyil. Faylın atributu bizə faylların xassəsi barədə məlumat verir. Bilirik ki, 4 atributumuz var. Read-only yalnız oxunan fayllar, hidden gizli fayllar, sistem faylları və arxiv olan fayllar. Bunların aid olmayan variant təbii ki, olur Y variantı. Növbəti sualda bizdən soruşur ki, OCI modelinin şəbəkə səviyyəsində işləyən bu qurğu paketləri bir şəbəkədən digərinə ünvanlayır. Bu qurğu protokol yönümlüdür, statik və dinamik şəkildə olur. Söhbət hansı qurğudan gedir? Biz bilirik ki, OCI modelinin şəbəkə səviyyəsində biz deməli tərif verəndə ötürmə marşrutunu təyin edir, paketlərin marşrutunu təyin edir, kimi bir tərif verir. Marşrut sözü burada bizim üçün açar sözdür və şəbəkə səviyyəsində istifadə olunan qurğu olur marşrutlayıcı. Belə bu şəkildə yadımızda saxlayaq. 26-cı sualda bizdən soruşur ki, sənədin sonuna keçmək üçün klaviaturada hansı düymələr kombinasiyasını basmaq lazımdır? Ctrl-End bizim doğru cavabımız olur. Sənədin hər hansı bir hissəsində olanda, Ctrl və End düymələrini eyni vaxtda vuranda bu bizi sənədin sonuna yönləndirir. İndi baxaq ki, digər düymələrin funksiyası nədən ibarətdir? Alt və F4 düyməsinin funksiyası cari olan Word sənədini, Word pəncərəsini ümumiyyətlə bağlamaq üçündür. Alt və F4-ün funksiyası bundan ibarətdir. Ümumən pəncərədən çıxır. Ctrl-Enter düyməsi deməli bizim cari sənədimizdə cari səhifədən növbəti səhifəyə keçid eləmək üçündür. Bu bizim PageBreak əmrinin funksiyasıdır. Kursorun olduğu yerdən Ctrl-Enter düyməsini vuranda mətn fraqmentini kəsir və avtomatik növbəti səhifəyə yönləndirir. Bu insertun daxilindəki PageBreak və yaxud da layout tabının daxilindəki break əməliyyatının klaviatura düyməsi olur. Növbəti düymə nədir orada? End düyməsi. End cari sətrin sonuna keçmək üçün istifadə olunur. Bunun əksinə home sətrin əvvəlinə keçirdi. Və Shift End. End düyməsinin funksiyası sətrin sonuna keçməkdir. Harada Shift gördük, onun da funksiyası seçimdir. Yəni, bu endin üzərinə seçmək funksiyasını əlavə edir. Onda sətrin sonuna qədər olan mətn fraqmentini seçmiş olur. Doğru cavabımız oldu A. 27-ci sualda soruşur ki, A4 xanasında alınan nəticəni müəyyən edin. Əgər diqqət eləmişiksə, A1, A2 və B, daha doğrusu A1, A2 və A3 xanalarında düsturların qarşısında bərabər işarəsi yoxdur. Biz də bilirik ki, Excel-də hər hansı bir yazılan ifadənin qarşısında bərabər işarəsi yoxdursa, o ümumiyyətlə düstur deyil, xananın daxilində olduğu kimi qalır və hesablanmır. Samın qarşısında bərabər var, indi bunu hesablayaq. Sam A1, A3. Burada olan hər bir ifadə mətndir, rəqəm yoxdur. Ona görə buradan aldığımız nəticə heç nə, sıfırdır. B4 xanasının qiyməti nədir? B4 xanasının qiyməti 1-dir. Ona görə bu funksiyanın nəticəsində biz alırıq 1 qiyməti. Cavab C. 28-ci sualda bizə deyir ki, skanner verilmiş təsvirdəki hər bölünmüş hissəni 2 saniyə ərzində kompüterə göndərir. İlk hissədən etibarən hər hissə əvvəlkindən 3 dəfə çox yaddaşlanmalıdır. Sonuncu hissənin yaddaşının 90 KB olduğunu bilərək ilk 5 saniyə ərzində kompüterə göndərilmiş informasiya miqdarını müəyyən edin. Və deyir ki, kompüterə göndərilən informasiya nömrələnmiş ardıcıllıqla kompüterə daxil edilir. Birinci hissənin yaddaşı bilmirəm nədir. Tutaq ki, X-dir. Deyir, hər hissə əvvəlkindən 3 dəfə çoxdur. Yəni, ikinci hissə birincidən 3 dəfə çoxdur. 3X-dir. Sonuncu hissə ikincidən 3 dəfə çoxdur. Bu da olur 9X.
Və deyir, sonuncu hissənin yaddaşı nəyə bərabərdir? 90 kilobayta. 9x əgər 90 kilobaytdırsa, onda mən x alıram nə? X alıram 10. Birinci hissə 10'dur, ikinci hissə ondan 3 dəfə artıq 30'dur. Deməli, hissələrin yaddaşı 10, 30, 90 olmaqla davam edir. İndi deyir ki, hər hissə neçə saniyəyə göndərir? 2 saniyə. Nə qədər vaxt sərf olunub? 5 saniyə ərzində. 2 saniyəyə bunu göndərdi. 2 saniyə bunu göndərdi. 4 saniyəmiz getdi. Geriyə qalan 1 saniyədə ancaq bu faylın yarısını göndərə bilər. Ümumən bu hissəni 2 saniyəyə göndərirsə, onun 1 saniyəyə yarısını göndərmiş olur. Yəni, buradan göndərilən məlumat olur 45 kilobayt. 45 üçüncü hissədən, 32-dən, onda birincidən. Ümumi burada göndərilən informasiyanın həcmi 40 plus 45 olur 85 kilobayt. Növbəti sualda bizdən soruşur ki, mobil təhlükəsizlik üçün qabaqcıl tədbirlərə aid deyil. 2 faktorlu autentifikasiya, 2 mərhələli təsdiq mobil təhlükəsizlik üçün qabaqcıl tədbirlər siyahısına aid. Uzaqdan izləmə funksiyasını aktivləşdirmək, mobil tətbiqlərdə bütün icazələri aktiv etməmək, təhlükəsizlik proqramını quraşdırmaq təhlükəsizlik tədbirlərinə aid. Amma ictimai Wi-Fi şəbəkələrindən istifadə etmək bizim məlumatların deməli məxfiliyinə problem yarada bilən hallardan biri hesab olunur. Ona görə doğru cavabımız olur C. 30-cu sualda faylın drag and drop texnologiyasıyla sürüklənməsi zamanı icra edilən əməliyyatlar və istifadə olunan klaviatura düymələri arasında uyğunluğu deyir müəyyən edin. Biz bilirik ki, Windows'da cəmi 3 texnologiya var. Drag and drop, plug and play və OLI texnologiyası. Drag and drop faylın mouse vasitəsilə yerini dəyişdirilməsidir. İndi biz bu faylın mouse vasitəsilə yerini dəyişəndə hansısa klaviatura düymələrini vuranda əlavə olaraq bunun üzərində funksiyalar icra olunur. Məsələn, faylın mouse vasitəsilə yerinin dəyişdirilməsi zamanı Ctrl düyməsini vursam, onda yazır copy to desktop. Həmin faylın kopyası alınır. Əgər mən faylın mouse vasitəsindən çəkilməsi zamanı Shift düyməsini vursam, onda ekranda yazılır move to. Sadəcə olaraq həmin faylın yerini dəyişmiş olur. Yox, əgər faylı tutub sürükləyəndə Ctrl və Shift düymələrini bir yerdə vursam, bu zaman yazılır create link. Biz də bilirik link, istinad, shortcut, yəni qısa yol qəbul olunur. Qısa yol yaradılanda da aşağı sol küncündə olan ox vasitəsilə biz onu digərlərindən fərqləndiririk. Qısa yolu yaratmağın daha bir üsulu faylı tutub sürükləyərkən alt düyməsinin vurulmasıdır. Faylı çəkəndə paralel alt düyməsini vursam, yenə də onun qısa yolu yaranmış olur. İndi biz variantlardan bunları uyğunlaşdırırıq. Faylın qısa yolunun alınması dedik bir alt düyməsi ilə olur, bir də Ctrl Shift düyməsi ilə olur. Oldu A-Y. Faylın yer dəyişməsi, yəni move əməliyyatı oldu Shift düyməsi ilə, faylın köçürülməsi isə oldu kopya əməliyyatı Ctrl düyməsi ilə. Ctrl kopya bunların baş hərflərindən yadda saxlayaq. Shift yer dəyişməli, Ctrl Shift və Alt olur shortcut, yəni qısa yolun alınması. 31-ci suala baxsaq. Verilənlər bazası cədvəli işçinin kodu, işçinin adı, soyadı, vəzifə və əmək haqqı sahələrindən ibarətdir. Bu sahələrdən hansına açar qoymaq məqsədə uyğundur? Bizdə açar sahələr Access proqramında. Gərək sahənin daxilindəki verilənlər təkrarlanmasın. Bilirik ki, Access-də sahə sütunu deyirik. Həmin sütunun daxilindəki məlumatlar gərək təkrar olmasın. Hər hansı bir müəssisədə işləyən işçilərin adı da eyni ola bilər, soyadı da eyni ola bilər. Onların eyni vəzifədə işləyən bir neçə işçi ola bilər. Əmək haqqıları da eyni ola bilər. Lakin onların kodu və yaxud ID-si bir-birindən fərqlənmiş olur. Buna görə də işçinin kodu sahəsini açar sahə olaraq təyin etmək bizim üçün məqsədə uyğundur. Cavab olur A. 31-ci sual, 32-ci sualda. Bu görünüş rejimi slaydların və slayd obyektlərinin redaksiyası üçün nəzərdə tutulmuşdur. PowerPoint-dən olan bir sualdır. Doğru cavabımız olmalıdır A variantı. PowerPoint proqramında görünüş rejimlərini bir xatırlasaq. Görünüş rejimlərimiz yerləşir View tabının daxilində. Deməli, görünüş rejimlərindən normal görünüş rejimi slaydların redaksiyası üçün nəzərdə tutulub. Burada hər hansı bir slayd daxilindəki dəyişikliyi normal rejimdə yerinə yetirilir. Outline View ümumən slayd daxilindəki mətnlərin redaksiyası üçün nəzərdə tutulur. Yalnız səhv eləmirəmsə bu variantlarda
və doğru cavablar arasında yoxdur. Əgər olsa, bunu da götürüb bilərik. Slide sorter rejimi, ümumiyyətlə slide sorter rejimi slaydların çeşidlənməsi rejimi adlanır Azərbaycanca. Slayd daxilindəki məlumatlarda redaktə apara bilmirik. Note speech qeydlərin üzərində daha geniş redaktə aparmaq üçün nəzərdə tutulan hissədir və biz bu halda da slayd daxilindəki məlumatları redaktə edə bilmirik. Reading view isə olur oxu görünüş rejimi və bu rejimdə də biz slayd daxilində heç bir məlumat dəyişikliyi apara bilmirik. Doğru cavabımız olmalıdır normal. 33-cü sualda bizdən soruşur ki, servis proqramlarına daxildir. Biz bilirik ki, proqram təminatı bölünür 3 yerə. Sistem proqram təminatı, tətbiqi proqram təminatı və instrumental proqram təminatı. Sistem proqram təminatı özü də 2 yerə bölünür. Deməli, baza proqramları və servis proqramları. Bunun baza hissəsinə aid əməliyyat sistemləri, əməliyyat örtükləri, şəbəkə əməliyyat sistemləri və servis hissəsinə aid utilitlər, arxivləşdirmə proqramları, bundan əlavə olaraq antivirus proqramları aid olur. Servis və xidməti proqramlar hissəsinə oyun proqramları, tətbiqi proqramlar, nəşriyyat sistemləri, tətbiqi proqramlar. Kompilyasiya proqramları aid olur deməli instrumental proqram təminatına, arxivləşdirmə vasitələri sistem proqram təminatına, servis hissəsinə aiddir. Qrafik redaktorlar isə aid olur tətbiqi proqramlara. Doğru cavabımız D. 34-cü sualda bizdən soruşur ki, R1-C1 stilində yazılmış R5-C4 xanası hansı xana ünvanına ekvivalentdir? Bunu sizə elə Excel-in üstündən göstərək. Biz bilirik ki, Excel proqramında sütunları necə görürük? Hərflərlə A, B, C, D, Y belə işarə olunur. Amma sətirlər işarə olunur rəqəmlərlə. R1-C1 stilində isə biz həm sütunları, həm də sətirləri rəqəmlər formasında görürük. Bu R1-C1 stilinin açılışı anlamı nədir? Bu bizim üçün row və column, sətir və sütunları ifadə edir. Məsələn, Excel-də hər hansı bir xana ünvanından danışanda, tutaq ki, bu xanadan danışıramsa, həmin o xananı necə işarə edirik? Biz namebox-da onun adını necə görürük? Əvvəlcə həmin xananı işarə edən sütunun adı, sonra da sətrin adı. D4 xanası deyirəm və yaxud C3 xanası deyirəm. Birinci sütun, sonra sətir olur. Amma R1-C1 stili bunu əksinə dəyişir. Buradakı R-in anlamı row, sətirlərdir. C-nin anlamı isə column, sütunlardır. Yəni bu rejimdə əvvəlcə sətrin nömrəsini deyirik. Sonra isə sütunun nömrəsini deyirik. Əvvəl 5-ci sətir, sonra da 4-cü sütun deyirik. İndi buna baxaq. R5-C4. Biz bu rejimi hardan dəyişirik? Faylın daxilində Options ayarlar bölməsinə keçid edirəm və burada deməli Formulas bölməsində R1-C1 istinad stili var. Bunu aktivləşdirəndən sonra həm sütunlar nömrələrlə əks olunur, həm də sətirlər nömrələrlə əks olunur. Bizdən R5-C4 xanasını istəyirdi. R5 olmalıdır 5-ci sətir, C4 olmalıdır 4-cü sütun. Bax, bu formada Excel-in daxilində R1-C1 stilində xanaların adlarını ifadə edə bilirəm. Əgər mən bunu normal rejimə qaytarsam, 4-cü sütunun hərfi nə olmalıdır? A, B, C, D. Sətir isə olduğu kimi qalır. Deməli, bu R1-C1 stilində yazılmış R5-C4 xanası bizim üçün əvvəlki rejimdə ifadə edir D5 xanası. Doğru cavabımız olmalıdır B variantı. 35-ci sualda bizdən soruşur ki, şəkildəki hansı əmrlər vasitəsilə page setup dialoq pəncərəsini açmaq olar? Word-dən olan bir sualdır. Bilirəm ki, page setup layoutun daxilində olan bir link qrupudur. Page setupda merges əmri səhifənin kənar boşluqlarını dəyişmək üçündür. Custom hissəsinə klikləyəndə bu bizim üçün page setup'ın dialoq pəncərəsini aktivləşdirir. Below vasitə, dolayı yolla bu əmr vasitəsilə biz page setup'ın dialoq pəncərəsini aça bilirik. Bu birinci. Orientasiya səmtləşməni dəyişmək üçündür. Buradan page setup dialoq pəncərəsində keçid üçün bir əmrimiz yoxdur. Size vərəqin ölçüsünü dəyişmək üçündür. More hissəsindən yenə page setup dialoq pəncərəsinə keçidi həyata keçirə bilirəm. Column sütun parametrlərini dəyişir. Yəni mətnin bir neçə sütuna bölünüb yazdırılmasını buradan təyin edirik. More column bölməsindən ayrıca olaraq bu columnun öz dialoq pəncərəsi açılır. Bu page setup'a keçid etmir.
Break bölməsində bir səhifə kəsilməsini həyata keçirə bilirik və burada page setup dialoq pəncərəsinə keçid etməyimiz mümkün deyil. Line number sətirlərin nömrələnməsi əməliyyatıdır. Biz bilirik ki, sətirlərin nömrələnməsini bilavasitə həm faylın daxilindən, həm də page setup dialoq pəncərəsindən həyata keçirə bilirik. Line numbering options əmrinə klikləyəndə bu bizim üçün yenə page setup'ın dialoq pəncərəsini aktivləşdirir. Sətirlərin nömrələnməsi dolayı yolu buradan da mümkündür. Və hyphenation hecalama parametrləri olur ki, bu əmr vasitəsilə biz yenə page setup'a keçid edə bilmirik. Doğru cavabımız olmalıdır 1, 3 və 6. Yəni doğru cavab olur D. 36-cı sualda bir slaydın eyni nüsxəsini almaq üçün hansı əmri yerinə yetirmək lazımdır? PowerPoint-dən olan sualda bir slaydın eyni nüsxəsini, eynisini, kopyasını almaq üçün istifadə edirik duplicate əmrini. Slaydın kontekst menyusu üzərində deməli, duplicate əmrinin icra olunması onun eynisini, kopya bir nüsxəsini yaradır. Bu əmrin klaviatura düyməsi olur Ctrl və D. Digər əmrlər haqqında danışaq. Cut seçilmiş obyektin yerini mübadilə buferinə dəyişmək üçün istifadə olunur. New slide yeni bir slayd yaradır. Bunun da klaviatura düyməsi Ctrl və M olurdu. Duplikatını almaq dedik. Klaviatura düyməsi olur Ctrl və D. Reset slide. Reset slide isə slaydın daxili strukturunu əvvəlki vəziyyətə qaytarmaq üçün bərpa etmək üçün istifadə olunan əmrimizdir. Hide slide əmri isə slaydı gizlətmək funksiyasını danışır. Bunun haqqında da biraz məlumat verək. Slaydın kontekst menyusunda hide slide əmri vasitəsilə slaydı gizlədə bilirik. Slayd gizlənəndə rəngi solğun olur, nümayişdə görünmür və burada nömrəsinin üzərinə xətt çəkilir. Biz bu çəkilən xətti biz normal rejimində görürük və slide sorted görünüş rejimində həmin xətti görmüş oluruq. Slaydın gizlədilməsi iki yerdən. Bir olur slaydın kontekst menyusundan, bir də olur slide show tabında setup'ın daxilindəki hide slide əmri vasitəsilə. 37-ci sualda bizdən soruşur ki, hansı fikir yanlışdır? Modemin sürəti bps ilə ölçülür. Yanlış variantımız elə budur. bps adlanır bit per second. Modemin buraxılış qabiliyyətidir və biz bunun düsturunu bu formada vermişik. bps bərabərdir baud vurulsun bit. Buradakı baud modemin sürətidir, bit isə məlumatın tutumu həcmidir. bps isə modemin buraxılış qabiliyyəti adlanır. Digər variantlarımız doğrudur. WiMAX, Edge, 3G, 4G simsiz əlaqə vasitələridir. Usenet News internet xidmətlərinə aid telekonferensiya üçün istifadə olunur. İnternetdə əsas baza protokolumuz TCP/IP-dir və lokal ünvanlara biz həm də MAC ünvanlar deyirik. 38-ci sualda bizdən soruşur ki, verilmiş funksiyanın qiymətinin hesablanması alqoritmin hansı növünə aiddir? X-in hər hansı bir qiyməti verilsin. Məsələn, X-in qiyməti olsa 5. Yerinə qoyub sadə formada hesablamanı yerinə yetiririk. Bu olur xətti alqoritm. Nə vaxt budaqlanan olardı? Hər hansı bir şərt verirlərdi. Verilən şərtə uyğun bu funksiyanın qiymətini hesablasa, onda bunlarda budaqlanan alqoritm. Məsələn, ona aid bir nümunə yazın. Məsələn, yazsaydı ki, x-in üstü 7 plus x üstü 5, x üstü 7 plus x-in qrupu. Əgər, məsələn, belə bir şey yazsa, x-in qiyməti 0-dan böyükdür, x-in qiyməti 0-dan kiçikdir. Bu tipli bir məsələ versəydi bizə, bir şərtdən asılı olaraq funksiyanın qiyməti hesablansaydı, bu olardı budaqlanan alqoritm. Dövrə alqoritm nə zaman olardı? Bir proses təkrarlanardı. Məsələn, deyərdim ki, x-in 1-dən 10-a qədər olan qiymətlərində bu funksiyanın qiymətini hesablayaq. Bu da artıq olardı dövrə alqoritm. Bilirik ki, alqoritmin 3 növü var. Xətti, budaqlanan və dövrü. Baxaq 39-cu suala. 39-cu sualda bizdən soruşur ki, xəttkeşin oxla göstərilmiş hissəsinin təyinatı nədir? Ümumiyyətlə, bu xəttkeşin hissələri barədə danışaq. Deməli, bax, bu xəttkeş 3 hissədən ibarətdir. Bunun birinci hissəsi adlanır first line. First line birinci sətrin solda olan boşluq məsafəsini dəyişmək üçün. İkinci hissəsi adlanır hanging. Hanging olan hissə isə birinci sətri olduğu yerdə saxlayır, qalan hissənin boşluğunu dəyişir. Üçüncü hissə isə adlanır left.
Bu isə ümumən cari abzasın soldan olan boşluq məsafəsini dəyişir. Məsələn, mən indi birinci abzasın üzərindəyim. First line vasitəsilə yerini dəyişəndə yalnızca birinci sətrin soldan olan boşluq məsafəsi dəyişir. İkinci hissə vasitəsilə, hanging vasitəsilə yerini dəyişsəm, onda cari abzasın birinci sətrindən başqa qalan hissənin soldan boşluğunu dəyişmiş olurum. Amma üçüncü adlanır left. Bu ümumən cari abzasın soldan olan boşluq məsafəsinə təsir göstərir. Bu məsələləri yadda saxlayaq. İndi bunu variantdan seçək. Birinci hissə göstərilir bizə, yəni first line olandır. Bu cari abzas birinci sətrinin soldan olan boşluq məsafəsini təyin etməlidir. Cavab olur C. 40-cı sualda File Explorer proqramında adres bar aktivləşdirmək üçün istifadə olunan düymə hansıdır? Bilirik ki, Explorer proqramını Windows və Y düymələri vasitəsilə aktivləşdiririk. Explorer proqramının daxilində funksional düymələrdən F1-in düyməsi, F1-in funksiyası help kömək hissəsini aktivləşdirməkdir. F2 düyməsi ümumən Windows əməliyyat sistemində ad dəyişmək funksiyasını daşıyır, seçilmiş obyektin adını dəyişir. F3 bölməsi qovluğun daxilindəki search bölməsini aktivləşdirir. F4 düyməsinin kliklənməsi bizim üçün adres bar ünvan sətrini aktivləşdirir. Yəni bu sualda doğru cavabımız F4 olmalıdır. F5-in isə funksiyası olur yeniləmə, refresh əməliyyatı. Biz də demişik ki, bu yazılan deməli funksional düymələr burada ardıcıllıqlandır. F3 olur search, F4 olur adres barının aktivləşməsi, F5 də olur refresh. Növbəti sual. 41-ci sualda bizdən soruşur ki, Nuray adında bir ədəd tutur. Bu ədədin üzərində aşağıdakı əməliyyatları tətbiq edir. Bu ədəddən cüt rəqəmləri silir. Ədədi ikili say sisteminə çevirir. Ağlında tutduğu ədəd onluq say sistemində rəqəmləri fərqli ən böyük 3 rəqəmli ədəddirsə, nəticədə alınmış birlərin sayını müəyyən edir. Onluq say sistemində rəqəmləri fərqli olan ən böyük 3 rəqəmli ədəd hansıdır? Onluq say sisteminin simvolları bilirəm ki, 0-dan 9-adır. Rəqəmləri fərqli ən böyük deyirsə, birinci rəqəmi olar 9, ikinci 8, üçüncü 7. Onluqda rəqəmləri fərqli ən böyük 3 rəqəmli ədəd budur. Birinci addımda neyinir? Buradan cüt rəqəmləri silir. Cüt rəqəm 8, bu getdi. Ədəd oldu 97. Ondan sonra deyir ki, ədədi ikili say sisteminə çevirir. 97-ni 2 üsulla biz ikili say sisteminə çevirə bilərik. Bir qüvvətləri ayırmaqla, bir də 2-yə bölməklə. Hansı bizə rahatdırsa. İndi qüvvətləri ayırmaqla çevirək. 97-nin içində 2-dən böyük qüvvəti neçədir? 64. 97-dən 64-ü çıxanda geriyə qalır 33. Düşünürəm 33-ün içində 2-dən böyük qüvvəti neçədir? 32. Üstünə gəlirəm 1. Bu da bizə verir cəm olaraq yenə 97. Deməli, mən bunu yazıram 2-nin qüvvətləri kimi. 2 üstü 6 plus 2 üstü 5 plus 2 üstü 0. Ən böyük qüvvətdən geriyə sayıram. Ən böyük qüvvətimiz neçədir? 6. 6, 5, 4, 3, 2, 1, 0. Hansı qüvvətlər iştirak edirsə, onların əvəzinə yazıram 1, 6 var, 5 var, 0 var. Qalanların əvəzinə yazıram 0. Onda burada alınan birlərin sayı nə qədər olur? 3 dənə 1 olur, 4 dənə 0. Doğru cavabımız olmalıdır 3. 43-cü sualda bizdən nə istəyir? Formatsiyası dialoq pəncərəsində icra edilə biləcək əməliyyatları bir seçin. Ümumiyyətlə, baxaq əvvəl ki, biz bu formatsiyası pəncərəsini necə aktivləşdiririk? Home'da font, alignment və number başlıqlarından bunların dialoq pəncərəsi vasitəsilə formatsiyası pəncərəsini açmağım mümkündür. Formatsiyası açmağın birinci üsulu. İkinci bir versiya aça bilərik formatın daxilində. Siyasətdə ən sonuncu əməliyyat format ses vasitəsilə biz format ses pəncərəsini yeni aktivləşdirə bilərik. Klaviatura düyməsi də olur Ctrl və 1. İndi görək bunun daxilində hansı əməliyyatlar var. Birincidir səhifənin nömrələmə istiqamətini təyin etmək. Page order səhifənin nömrələnməsini dəyişmək, istiqamətini dəyişmək olur page layoutda, page setup dialoq pəncərəsində. Biz ümumiyyətlə bu səhifənin nömrələnməsini hansı görünüş rejimində görürük? View'dan page 1 preview görünüş rejimində. Nə olur bu görünüş rejimində? Səhifələr bir-birinin qırıq-qırıq xətlərindən ayrılır və arxa fonda həmin səhifənin nömrəsini görürük. Deməli, bu nömrələnmə ardıcıllığını dəyişmək üçün biz page setup'ın dialoq pəncərəsində page order əməliyyatına müraciət edirik.
İndi əvvəl sütun boyunca nömrələyir, sonra növbəti sütuna keçir. Overland olanda bir sətr boyunca nömrələyir, məlumat bitəndə növbəti sətrə keçir. İndi əgər nömrələnmə istiqamətini dəyişsək, əvvəlcə sətr boyunca, sonra keçib növbəti sətirdə nömrələnmiş olur. Deməli, birinci funksiya oldu page setup'da. Növbəti funksiya nədir? Seçilmiş xanaların birləşdirilməsi. Xanaların birləşdirilməsi üçün biz müraciət edirik alignment'in daxilindəki merge and center funksiyası. Xanaların birləşdirilməsi zamanı bilirik ki, ən yuxarıda birinci, yəni sol yuxarıda olan xanadakı qiymət dəyər qalır, qalan məlumatlar silinir. Xanaların birləşdirilməsi həm də format siyasının dialoq pəncərəsində var. Buradakı merge siyasi əməliyyatı vasitəsilə biz yeni xanaları birləşdirə bilirik. Deməli, bu var. Çap üçün vərəqin miqyasının nizamlanması. Ümumiyyətlə, vəziyyət sətrinin üzərindən və yaxud da view tabının daxilindən miqyasının dəyişməsi çapa heç bir təsir göstərmir. Çapda vərəqin ölçüləri olduğu kimi qalır. Bax, bu hissədə miqyası dəyişəndə bu çapa təsir göstərmir. Amma Excel'də çapa təsir göstərən miqyas var. Bu yerləşir page layout'un daxilində scale to fit length qrupundakı bax, bu miqyas və yaxud da page setup'ın dialoq pəncərəsində. Deməli, buradakı adjust əməliyyatı. Bu miqyas çapa təsir göstərir. Çapdakı görüntü hal-hazırda bu formadadır. Amma burada miqyası dəyişsəm, eləsəm məsələn 25%. Onda mən çapa keçəndə miqyasın dəyişdiyini aydın hiss etmiş olurum. Bu oldu belə. Növbəti var nə? Növbəti çap üçün miqyasının nizamlanması, bunu dedik. Nömrələnmiş səhifələrin başlanğıc səhifə nömrəsinin təyin edilməsi. Bu da page setup'ın dialoq pəncərəsindədir. Page başlığında first page number. İlk səhifənin nömrəsini biz buradan dəyişib təyin edə bilirik. Başqa bir funksiya cildlənmə məsafəsinin təyin olunması. Bu funksiya ümumiyyətlə Word-ə aid olan bir funksiyadır. Layout-da page setup'ın dialoq pəncərəsində deməli qat adlanan bir funksiya var ki, biz bundan cildlənmə məsafəsini təyin edirik. Məsələn, bu hissəyə 2 yazanda ya seçdiyimiz hissədə, ya mətnin sol tərəfindən, ya da yuxarı hissəsindən 2 sm boşluq məsafəsi qoyur ki, kitab çapa gedəndə, tikiləndə və yaxud yapışdırılanda həmin hissədəki məlumatlar itməsin və buna biz cildlənmə məsafəsi deyirik. Qatə həmin məsafədir, qatə position isə cildlənmənin istiqamətidir. Xanadakı düsturun gizlədilməsi. Excel'də gizlətmək məsələləri ümumiyyətlə hansılardır, hardadır? Xanadakı düsturun gizlədilməsini biz edirik format siyasi pəncərəsi vasitəsilə. Protection başlığında hidden əməliyyatı xananın daxilində yazılan məlumatı gizlədir. Belə bir bildiriş var ki, xanaların kilidlənməsi və yaxud da xanadakı düsturun gizlədilməsini vərəqin mühafizə olunmasına qədər heç bir effekti yoxdur. Daha sonra gizlətmə əməliyyatı var. Deməli, formatın daxilində sətirlərin, sütunların və yaxud vərəqin gizlədilməsi. Bir də var, ümumən Excel'də yaratdığımız iş kitabının gizlədilməsi, faylın özünün gizlədilməsi olur. Buradakı view'nun daxilindəki hide əməliyyatı. Unhide da həmin kitabı yenidən geri qaytarır. Növbəti funksiyamız xana daxilində yazının xanaya yerləşəcək qədər kiçildilməsi. Bu da format siyasından yerinə yetirilir. Tutaq ki, xana daxilinə bir məlumat yazmışam. Bu məlumat mən yazdığım xananın daxilinə, yəni bu sütunun eninə yerləşmir. Tənbəl tələbələr yazılır. Deməli, yazılan məlumatın xana daxilinə yerləşdirilməsi üçün nəzərdə tutulan funksiya adlanır shrink to fit əməliyyatı. İndi bu funksiya deaktiv olanda yazdığımız məlumat xana daxilinə yerləşmirdisə, xananın daxilinə yerləşdirmək üçün format siyasından funksiyanı aktivləşdirir. Onda yazdığım məlumat avtomatik olaraq xana daxilinə yerləşir. Növbəti funksiya olur nə? Çap üçün ön baxışı həyata keçirmək. Çapa ön baxışı həyata keçirə bilərik ya faylın daxilindəki print bölməsi vasitəsilə və yaxud da biz bu funksiyada olan yolla keçid edə bilirik page layout-da page setup'ın dialoq pəncərəsində. Buradakı print preview əmri vasitəsilə yenə çapa keçid etməyimiz mümkündür. Amma format siyasi pəncərəsində bu başlıqların heç birində elə bir funksiyamız yoxdur. Onda bu sualda doğru cavabımız olmuş olur nə? Doğru cavabımız olur 2, 6 və 7. Gəldik indi 43-cü suala.
Cədvəldə marş sahəsi üzrə azalma sırası ilə çeşidləmə aparanda Fatimə deyir neçənci yazıda olur. Bilirəm ki, yazı sətirlərdir. Məndən Fatimənin neçənci sətirdə, neçənci sırada olduğunu soruşur. Marş sahəsində, marş sütununda azalma sırasıyla, yəni çoxdan aza doğru sıralama aparsın. Ən çox maaş olan kimdir? Fidan, ikinci. Ondan sonra gəlir kim? Ondan sonra gəlir 1 Aysu. Bundan sonra gəlir 169, yəni 4 Fatimə. Bundan sonra gəlir 144, 5-ci Nuray və ən sonda Aytən 3. Bizdən soruşur Fatimə neçənci yazıda olur? Fatimənin nömrəsi 4-dür və Fatimə 3-cü sırada olmuş olur. 44-cü sualda raster qrafik redaktorlara aid olanları deyir seçin. Biz bilirik ki, qrafikanın 4 növü var. Raster, vektor, fraktal və 3 ölçülü. Raster qrafik redaktorlarla bağlı açar sözümüz nədir? Şəkil sözləri. Foto, picture, print. Bu sözləri gördüyümüz proqram adları aid olur raster qrafiki redaktorlara. Adobe Photoshop və Paint aid olur Corel Painter, aid olur raster qrafiki redaktorlar. Maya 3 ölçülü qrafik redaktordur. Corel Draw vektor qrafik redaktoruna aiddir. ZBrush aid olur 3 ölçülü qrafikaya və Ultra Fractal adından göründüyü kimi fraktal qrafikaya aiddir. Cavab 1-4. 45-ci sualda bizdən soruşur ki, Word-də seçilmiş mətn fraqmentinin gizlədilməsi hardan həyata keçirilir? Onda fontun dialoq pəncərəsində hər hansı bir mətn fraqmentini seçirəm. Bu mətn fraqmentini gizlətmək üçün fontun dialoq pəncərəsində deməli font başlığından hidden əməliyyatına müraciət edirik. Bu, seçilmiş mətn fraqmentinin gizlədilməsini təyin edir. Demişkən, bunu geri qaytarılmasını da göstərək, gizlədilmiş mətn fraqmentini və yaxud çatda görünməyən simvolları göstərmək üçün paragrafın daxilində show and hide funksiyasına müraciət edirik. Deməli, 1-ə olur A. İkinci, Excel 2019-da iş kitabının gizlədilməsi. Bunu bayağı da göstərdik. Bir də baxaq. Mionun daxilində ümumən sənədin, yəni yaratdığımız faylı iş kitabını gizlətmək üçün hide əməliyyatına biz müraciət etmiş oluruq. Ona görə ikinciyə olur view, yəni D. Üçüncü, PowerPoint-də seçilmiş slaydın gizlədilməsi. Slaydın gizlədilməsi bir dediyi kontekst menyusu vasitəsilə hide slide əmri vasitəsilə mümkün olur. Bir də slideshow tabının daxilindəki hide slide əmri vasitəsilə mümkün olur. Tablardan cavabımız olur slideshow və C variantı. 1A, 2D və 3C. Ümid edirəm ki, izah sizin üçün faydalı oldu. İmtahanda hər birinizə bol uğurlar.